Herkese salam, kanalıma xoş gəldiniz. Yeni bir video sizin üçün hazırladım. Düzünü desəm, bu videonu hələ bayramlardan öncə çəkməyə başlamışam. 19-u, 20-si tarixlərində, amma həm vaxtım yox idi bunu montaj etməyə, həm də ki, əlavə kadrlar çəkdim bayram vaxtında da. Deməli, bu bayram yarmarkalarına mən elə bayramdan öncə getdim, çünki bildim ki, bayram zamanı burada həm çox adam olacaq, sıxlıq olacaq, rahat gəzə bilməyəcəm. Ona görə 1-2 gün öncə qızımı da götürdüm, yollandım bulvardakı yarmarkaya. Çox gözəl idi. Yəni hər şey əslində yeni ildəki kimi idi, yeni il yarmarkası kimi idi. Sadəcə olaraq dekoru fərqli idi və çox bəyəndim. Amma iş günündə getdiyimə baxmayaraq yenə də çox adam var idi, qarışıqlıq idi. Amma bayram günlərindəki kimi deyildi. Mən sizə kadr əlavə eləyəcəm. Bayram günü də ümumiyyətlə ora getmək mümkün deyildi. Çox adam var idi. Oradan gəzə-gəzə qızımla hava qəşəng idi. Yollandım Park Bulvara. Həmin gün həm də qızımın 6 ay tamam olurdu. Mən də belə bir ənənə yaratmışam ki, ümumiyyətlə qızımın hər ay tamam olduqda baş-başa vaxt keçiririk, özümüz üçün nəsə edirik ümumiyyətlə. Düzdür, hələ qızım başa düşmür əlbəttə ki, bu qədər şeyi. Amma ən azından əylənirik bir yerdə. Sonra Targovadakı yarmarkaya da gəldik. Orada bacım da qoşuldu. Belə bir şeylərin dadına baxdıq. Doğultusu idi, balıq ekmek idi. Pis deyildi orta. Sonra gəldik Malakanın bağında əyləşdik. Orada dondurma yedik. Bu dondurmalar həmişə dadlıdır, çox qəşəngdir. Amma o yerin adını xatırlamıram düzünü desəm. Sonra isə gəldik Mandoda çay içməyə. Əslində yoldaşımı gözləyirdi. O da işdə, yəni işləri çox olduğu üçün gec gəlməli oldu. Biz də elə dəqiqə başı nəsə yer axtarırdıq əyləşməyə. Həm də uşaqla çətin idi. Soyuq idi, çox gəzmək istəmirdim. Belə bir çay seti sifariş etdik Madoda. Qiyməti səhv etmirəmsə 12 manat nəsə belə bir şey idi. Yanında çay, mürəbbə, şirniyyat var idi. Sonra yoldaşım artıq gəlirdi dalımızca və yenidən çıxdıq onu gözləmək üçün. Burada evə gəldik, market alış-veriş elədik və növbəti gün artıq qızım üçün fotosessiya elədim. Yenə hər ayki kimi tort sifariş eləmişdim. Bu ay əlavə olaraq şarda sifariş elədim. Hər yumşarda, səhv etmirəmsə ağ çiçəyimdən aldı yoldaşım və tortda həmişəki yerdən. Baxın, bu kadrlardan bəhs edirdim sizə, hansı ki bayram günlərində ümumiyyətlə ora girmək mümkün deyildi. Bu isə növbəti bir axşamdır. Yoldaşımla kinoya gedirdik. Öncə McDonald's-a getdik. Oradan ailə menüsü sifariş elədik. 3 nəfərlik idi. Dedim, kakras orada oyuncaq da sifariş eləyərəm. Oyuncaq isə onun kartları imiş. Dedim, elə sifariş edeyim, özümüz oynayarıq. Əlavə də orada deməli Happy Meal-dır. 2 nəfərlik menü və plus Happy Meal. Qiyməti xatırlamıram düzünü desəm, amma yaxşı menü idi, bəyəndim. Sonra kino seçimi olaraq Uyqucuya getdik. Normalda türk kinolarına çox az gedirik biz. Əsasən xarici kinolara gedirdik. Bu kinonu bizə çox tərifləmişdilər, getdik. Amma düzünü desəm, belə wow, bəyənmədim demək olar. Burada başrolda Çağatay Ulusoy oynayır. Elə kinonun da bütün marağı demək olar elə ordadır. Yəni yaxşı aktyor olduğu üçün bütün kinonu demək olar, yəni o daşırdı da belə deyək. Yəni qalan aktyorlar çox zəif idi. Halbuki burada kifayət qədər məşhur aktyorlar oynayıb, amma yəni 10 üzərindən 6 deyərdim. Sonra artıq evə qayıtdıq. Saat 1 falan idi. Gecə seansına getmişdik. Bu vaxtda qızım artıq yatmış olur. Getdik evimizə. Növbəti gün qızımızı da götürdük. Getdik şəhərə gəzməyə. Bulvar tərəfə getdik, amma bayram günü idi, sıxlıq axtarmırdı. Və buna görə də Bayraq meydanı olan tərəfə gəldik. Bura kifayət qədər səssiz idi. 3-5 nəfər adam var idi demək olar. Hamısı da çoxu ailəvi olaraq gəlmişdi bizim kimi, yəni ki, sakit yer axtardılar gəzməyə. Sonra artıq biraz sərinlədi və evə qayıtdıq.
Növbəti gün Yasamal parkındayam. Burada anamla gəlmişəm. Anam və qızımla gəzməyə çıxmışdıq. Burada yanda yarpaq dönər var. Buranı həmişə tərifləyirlər. Ümumiyyətlə bir çox blogerlərdə və sairə görmüşdüm. Dedim gələk biz də dadına baxaq, amma heç də yaxşı deyildi demək olar. Dönərlər çox quru idi, sosu falan yox idi. Əti düzdü, yaxşı idi, yəni dadlı ət idi, keyfiyyətli ətdir yəqin ki, amma belə wow deyildi. Deməli, inşaatçılardaydım. Getmişkən bir dənə yer var, orada həmişə alış-veriş edirəm. Belə şeylər, yəni şampundur. Misal üçün, bu bədən duş gelini bir çox yerdə uzun müddət tapmadım, ancaq orada tapıram demək olar. Eyüp Sabrinin. Bu isə bir şampundur, mənə məsləhət gördülər. Soruşdular, saç tipim necədir? Mən də bildirdim ki, deməli, dibləri yağlıdır. Məndə ucları isə həssasdır. O dedi ki, dibləri yağlıdırsa bunu məsləhət görür. Aldım. Düzünü desəm, spesifik qəribə bir qoxu gəlir şampuna. Ona görə çox da bəyənmədim. Əlavə olaraq oradan özüm üçün pambıq diskləri aldım. Qızım üçün qulaq çöpü almışam. Sonra Nivea'dan dodaq pomadası almışam. Çoxlu maskalar almışam. Əsas ora getməyə məqsədlərimdən biri çoxlu maska almağımdandır. Çünki orada həmişə sərfəli olur maskalar. Mən də getmişkən həmişə toplu alıram, çoxlu. Və onu uzun müddət sonra istifadə edirəm. Əlavə belə bir əl üçün də maska aldım, çünki əllərim qupquru quruyub. Bugünlük bu qədər qızlar. Biraz qısa vloq alındı. Sona kimi baxdığınız üçün təşəkkür edirəm. Hələlik.